Hər vaxtınız xeyir olsun Çinarə. Bəli, sizin də vurğuladığınız kimi Xəzər rayonu Binə qəsəbəsində yerləşən 121 nömrəli məktəbdə 7 şagird elə həmin təhsil ocağında aldığı qidadan zəhərlənib və bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də müvafiq informasiya yayıb və indiki məqamda elə bu məktəblərdə təqdim edilən qidanın təhlükəsizliyi məsələsini ön plana çıxarır. Hansı risklər mövcuddur və bu risklər baxımından hansı məqamlara xüsusilə diqqət yetirmək lazımdır? Yəni şagirdlərin qida rasionu hansı formada tərtib olunmalıdır? Bununla bağlı detalları hazırda ilə qonağın qida mütəxəssisi Məsəti Hüseynovadan əldə edəcək. Xoş gördük Məsəti xanım. Buyurun detalları sizlərə işləyək. Məktəblərdə təqdim edilən qidaların, yəni qida rasionumuzda hansı risklər mövcuddur? Özəlliklə də nəzərə alsaq elə məktəblərdə bu məqam xüsusilə diqqətdə saxlanmalıdır. Sizə işləyək. Təşəkkür edirəm. Nəzərə alsaq ki, məktəbdə təhsil alan şagirdlər yüksək risk qrupuna aid olan yaşdandır. Ona görə onların qidaları və xüsusilə də qidaların hazırlanması, sanitar gigiyena normaları, xam malın keyfiyyəti və saxlama şəraiti mütləq diqqətdə saxlanılmalıdır. Təəssüf ki, bugün məktəblərdə sahibkarlar və direktorlardan asılı olan bu qidaların və satışın həyata keçirilməsi belə xoşagəlməz halların baş verməsinə səbəb olur və bu il olmasına baxmayaraq ötən illərdə də belə hallar olub. Yaxşı olar ki, ümumiyyətlə məktəb bufetləri mərkəzləşmiş sistemdən idarə olunsun və mütləq şəkildə hər bir məktəbə daxil olan qidaların keyfiyyəti, keyfiyyət sertifikatı, orada xidmət edən personalın vaxtı-vaxtında tibbi müayinədən keçməsi, sanitar gigiyena qaydalarına uyğun şəkildə o qidaların təqdim olunması mütləq nəzarət olunmalıdır. Əks halda təbii ki, keyfiyyətli xam maldan olsa belə düzgün saxlanılmırsa, xüsusilə gündəlik hazırlanan sendviçlər var, süd məhsulları var ki, bunlar 2 dərəcədən 6 dərəcəyə qədər saxlanılmalıdır. Bəzən bunlar açıq şəkildə, örtüksüz, soyuducuda saxlanılmır ki, bu da məhsulun keyfiyyətinin xarab olmasına gətirib çıxarır. Və nəticədə nəzərə alsaq ki, bugün səhər növbəsində oxuyan şagirdlər evdə qidalanmağa zaman tapmırlar və yaxud da özləri ilə qida götürmürlər və belə olan halda onlar mütləq şəkildə məktəb bufetinə müraciət eləyir və belə olan halda da təbii ki, keyfiyyətsiz qida, düzgün hazırlanmamış qida da qida zəhərlənməsinə səbəb olur. Təşəkkür edirəm informasiyaları ətraflı şəkildə biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bəli, elə məktəbdə baş verən bu hadisə 7 uşağın zəhərlənməsi hadisəsi bu məsələnin yəni risk faktorunu bir daha ön plana çıxarır. Ona görə də həm valideynlər, həm də elə məktəb rəhbərliyi, xüsusilə də bufetdəkilər diqqətli olmalıdır. Uşaqlara təqdim edilən məhsulların keyfiyyətinə xüsusi nəzarət olunmalıdır. Çünki təhsil aldıqları yerdə bu cür hadisənin baş verməsi xoşagəlməz bir hal hesab edilir və həssas qrupa daxil olduqlarına görə indiki məqamda bu önəmli məsələlərdən biri hesab edilir. Çatdıra biləcəyimiz informasiyalarsa bu qədərdir. Sözü yenə sizə ötürürəm. Rəqsanəyə də təşəkkürümüzü bildiririk.